İndi yəni sözüm nədədir? Məsələn buradaydı ki, baxırsınız ki, yəni Allah adamlarının imtihanı başqadır. Yəni xanım Məryəmin orada söz deməsi cəsarət idi, deməməsi qorxu idi. Nədir burada? Çox maraqlıdır. Yəni biz məsələn, mən gələcəm, bu nəticəni bəri başdan deyirəm də, tutalım İmam Hüseyin əleyhissalam. Siz təsəvvürünüzə gətirin ki, Peyğəmbərin qucağında böyüyən uşaq deyirəm də, 57 yaşlı kişiyə artıq. Nə sözlər deyirlər? Su nədir? Sən keçirsən, zıqqum içəcəksən. Məsələn, namaz nədir? Sən namazın qəbuldur. Təhqirlər, sözlər, nə bilim nələr. Yəni, halbuki kəlamlar var ki, İmam Hüseyin deyir, məni ölümlə, əbil mavti tuəddüdini. Siz məni ölümlə təhdid edirsiniz. Amma yaxşı, bu durum nədir? Qorxaqlıq və cəsarət. Bizim cəmiyyətdə budur da. Uşaqları hamısı necə böyüdürlər? Mənim yanıma döyülüb gəlmə. Götür, döyə bilmədim, gücün çatmır, daşı götür, çıx başına. Dünənləri bir dənə şərhdə baxıram. Deyir ki, misal çox biabırçıdır da, sadəcə demək istəyirəm. Deyir, bir ata göstərir ki, video ki, o futbol yarışıdır, yəni dəli kimi sevilən bir adamı göstərir. Belə sevinir. Yazır ki, direktor çağırıb, sənin oğlunu 3 qızla tutmuşuq deyən atanın sevinci. Baxırsan ki, cəmaat neynə fəxr edir. Yəni, ata oğlu əlcilaf üzr istəyirəm, şərəfsiz hərəkət edir. Oğul ata qürur duyur. 3 qızla bunu tutub direktor. Mənim oğlum gedib kiminsə başını yarıb. Mənim bacım, demişəm təfələrdə, Landalda müəllimədir. Özü deyirdi ki, mən ata görmüşəm. Gəlib, demişik ki, oğlum oxuya bilmir. Orada belə deyir, ki, yox, orada qayda qanunlar var. Oxuyursan, oxumursan, yallah, maşallah. Deyir, ata əlini atdı cibinə. Nə qədər pul çıxartdı, dedi, mənə pulunu deyir. Pulunu deyin ki, nə lazımdır? Ki, bu ataya necə başa salım ki, oğlum budur. Girmir başına, apar bir peşə məktəbinə qoy, geçsin sənət öyrənsin, filan eləsin. Ata pulunun hesabını istəyir. Axı, ola bilərsən hansı məktəbdə bunu ilə eləyərsən. Amma o cür məktəblərdə eləyə bilməyəcəksən. O deyəcək ki, qardaşım, səndən 5 qat artıq milyoner adamların uşaqları burada oxuyur. Kiminlə pulunla gələcəksən bura? Pul hər şeyi həll edər. Pul hər şeyi neyle həll edəcək? Hər şeyi həll edə bilməyəcək. Ona görə də yenə də onu demək istədim ki, burada da bizə fəxr edir ki, oğul gedib kiminsə başını daşla yarıb. Qoy direktor buna görə mənə danlasın. Sənin oğlun getdi belə elə, mən qalib kimi oturmuşam burada. Oğlum gedib belə elə. Amma döyülsəydi, vəssalam. Dünənləri o mühasirədə danışıram, bunları deyirəm ki, bizdə bir hüquqşünas var idi, dövlət məmuru idi, qatil idi, burada qadınlar var, təcavüzə məruz qalırlar. Ona təcavüz etmiş şəxsi öldürürlər. Deyir, mən o qadınların qarşısında təzim edib, hörmət edirəm. Amma nə edək ki, hüquq onların həbs olunmasını tələb edir. Baxın, görün. Cəmiyyət o qadına nə deyəcək? Qaynana gəlinin, qızının başını kesib. Ana, sənə qurban olum, əlvə heyran olum, nə bilim, neynim, yatıb, çıxıb, nə bilim, görürsünüz cinayətkara necə? Amma öz hirzini, öz namusunu qoruyan qadın ötürdü getdi. Bəs, o maraqlı deyil bizə. Namus üzrə başqasını, nə bilim, kişi öldürməsin də. O deyildi, baxdı, nə kişi də sənə da heç, kişi də ölər, yox,
hansısa bir qadın öldü. Bir də dəfələrlə haray çəkilir. Mən haralarda deyirəm, ay cəmaət, bu ədəbsizlikdir, əxlaqsızlıqdır. Harada bir qadın xeylağı öldürülürsə, mütləq şərhə yazılır ki, siz bilmirsiniz. Adamı boş-boşuna öldürməzlər. Bütün kənd əhalisi deyir, başına and sürür biz bu xanımı, qadir deyirlər, yox, siz bilmirsiniz. Niyə ki, başqası öldürmürlər, hə? Əxlaqsız cinayətkara qiymət verən cəmiyyət deyirik biz.